Oliver Kahn'dan sonra millinin kapitanı Ballak olur. 2006-cı il dünya çempionatında gözəl oyun göstərsələr də 3-cü yerlə kifayətlənirlər. Ballak bu səfər də kuboksuz qalır, ancaq simvolik yığmaya düşür. 30 yaşına çatmış Ballak ən böyük arzusu olan Çempionlar Liqasını qazana bilmək üçün Chelsea klubuna transfer olur. Ancaq sanki yenidən 2002-ci ilə qayıdır və bir addımlıqda kuboku əldən verir. Çempionlar Liqası bu oyuncu üçün lənətlənmişdi. Debüt sezonunda İngiltərə çempionu olur. Növbəti sezonda isə Bayerndə olduğu kimi 2 xal fərqi ilə çempionluğu Unitedə verirlər. Çempionlar Liqasının finalında isə Terry'nin sürüşməsinə görə uduzurlar. Daha bir dejavunu isə Ballak 2008-in Avropa çempionatında yaşayır. Almaniya finalda qızıl dövrünü yaşayan İspaniyaya məğlub olur. Adət-ənənəyə sadiq qalaraq Ballak yenə simvolik 11-liyə düşür. Ballak Chelsea-də möhtəşəm idi. Ancaq millidə ona oyun olaraq dəstək ola biləcək futbolçular yox idi. Rudi Füller deyirdi: "Problem ondaydı ki, bizdə cəmi bir Ballak var. 2-3 dənə olsaydı biz çempionatın qalibi olardıq." Daha sonra 2009-2010 sezonunda Chelsea ilə 2 dəfə dubl kuboklarını götürür. Sonuncu kubokun final oyunu isə Ballak üçün çox pis bitir. Portsmouth'un oyuncusu Boateng Ballakı zədələyir və o qarşıda gələn dünya çempionatına gedə bilmir. Bundan sonra Ballak milli karyerasını başa vurur. O millidə 98 oyuna 42 gol vurmuşdu. Millinin ardından klub karyerası da sona çatırdı. 2010-da o Leverkusenə qayıdır. Həm yaşının irəliləməsinə, həm də çoxlu zədələrə görə o artıq karyerasını bitirmək qərarına gəlir. Karyerasının müxtəlif dövrlərində kubok və final lənəti yaşasa da, sözsüz ki, o tarixin ən yaxşı yarım müdafiəçilərindən biridir. Bəlkə də indiki dövrümüzdə oynasaydı, titul sayı qat-qat çox olardı. Ancaq nə etmək olar ki, o hücuma meyilli yarım müdafiəçilərin, əfsanələrin dövrünə düşmüşdü. Zinedine Zidane, Lampard, Steven Gerrard, hətta bu oyuncuların fonunda belə seçilməyi bacarırdı.